Günümüzdə ən məşhur məsələlərdən birinə toxunmaq istəyirik. Yeni ilin daxil olması və bu münasibətlə bayram keçirilməsi. Bugün onlar bir şam ağacını bəzədikdən sonra onun ətrafında toplaşır və əylənirlər. Bugünə məxsus yeməklər bişirilir və üzərində müxtəlif növlü içkilər və digər haramlar olan yemək süfrələri açılır. Şaxta Baba və Qarqız adını verdikləri iki nəfər də bu məclisin ən mühüm iştirakçılarıdır. Bunun İslamla heç bir əlaqəsi yoxdur və müsəlmana vacibdir ki, özünü bu batil bayramdan qorusun. Əziz müsəlmanlar, bilmək lazımdır ki, İslam dininə görə bayramlar Allaha yaxınlaşdıran ibadətlər qisminə daxildir. Müsəlmanların bayramı məlumdur, Qurban və Ramazan bayramı. Bu bayramlarda Allaha yaxınlaşmaq üçün vəsilə olan ibadətlər edilir. Bu bir etiqad məsələsidir. Başqa dinlərin bayramını qeyd edən, hansı niyyətlə edirsə etsin, dinin qadağa etdiyi bir əməli etdiyi üçün haram işləmiş olur. Bilmək lazımdır ki, müsəlmanlara əmr olunub ki, müşriklərə və kitab əhlinə, xaçpərəstlər və yəhudilərə müxalif olsunlar.